9-cu fəsil. Mənzilinin qapısını açanda qonaq otağından çıxan dostu Ayaz ilə üz-üzə gəldi. Dostunun üzündəki qəribə ifadə xəfiyyənin nəzərindən yayınmadı. "Alxaz, sən haralarda idin? Bütün ehtimal olunan yerləri axtarmışıq, amma səninlə heç cür ünsiyyət qura bilmədik", deyə dostu salam əvəzinə narahatlıqla soruşdu. "Qonaqlıqda idim", Nağızadə təmkinini pozmadan dilləndi. Onun üst başına nəzər yetirdikdə hansı qonaqlıqda olduğunu dostu o dəqiqə təxmin etdi. "Heç olmasa telefonlardan birini özünlə götürərdin. Danışmasaq da belə harada olduğunu müəyyən edə bilərdik. Onsuz da bu gün bütün günü səni zəng etmişəm. Cavab verməyincə özüm gəlməyə qərar verdim. Səninlə yaxşı bir şeyin baş vermədiyinə əmin idim." O əynindəki çirkli paltarlarını bir-bir çıxara-çıxara sakitcə dostuna qulaq asırdı. "Elə bu gün məhz telefonla danışmağım cudazına getmişəm." "Necə yəni, başa düşmədim." Ayaz təlaşlandı. "Məni qonaq aparmışdılar. Orada mənə bir neçə ilə qazanacağım məbləği cəmi bir neçə saniyə təklif etdilər." Xəfiyyə əynindəki paltarını çıxardanda kürəyindəki uzun sov, böyük qırmızı ləkə dərhal gözə çarpdı. Dostu əlini onun kürəyinə toxundurub soruşdu. "Deyəsən səni həm də vurublar. Hiss olunur ki, güclü zərbə olub." Görünür hələ də kürəyindəki qırmızı zolaq güclü ağrı verirdi. Ona görə də onun əlini geri çevirdi. Gücənərək cavab verdi. "Bu mənim həyatda ilk və hələ də ki yeganə arzuladığım zərbədir. İlk dəfə idi ki, məni vurmaqlarını ürəkdən istəyirdim. Sağ olsunlar ki, arzumu yerinə yetirdilər." Ayaz dostunun kinayəli və ikibaşlı danışığından təngə gəlib soruşdu. "Alxaz, axı bunlar necə olub? Baş verənləri ardıcıllıqla danışa bilərsən?" O bu gün baş vermiş hadisələri ixtisarla danışdı. Buna çox sevindiyini və götürdüyü kiçik bir əşyanı onlara çox kömək edə biləcəyini dostuna bildirdi. "Deyirsən kiçik bir əşya götürmüsən? Hesab edirsən ki, həmin əşya elə bir köklü, böyük qrupun ifşa olunmasında əvəzsiz rolu ola bilər? Həyatda çox vaxt kiçik əşyalar böyük məsələlərin həll edilməsində açar rolunu yerinə yetirirlər, əzizim. Axı bu barədə sənə nəsə demək yersizdir." O əşyanı cibindən çıxardıb ovucunu dostuna uzatdı. O kiçik adlandırdığı əşya doğrudan da çox mühüm dəlil sayıla bilərdi. O bir mobil telefon sim kartı idi. Nağızadə ilk müşahidəsi ilə dava edərkən vurduğu güclü zədənin təsirində onun mobil telefonu cibindən çıxmış və daşa dəyərək parçalanmışdı. Xəfiyyəni oradan apararkən heç bir dəlil, sübut olmasın deyə yerdəki parçalanmış mobil telefonun hissələrini də avtomobilin arxa salonunun döşəməsinə tullamışdılar. Bu zaman mini ölçülü sim kart telefondan çıxaraq döşəmədə ilişib qalmışdı. Bu da gənc detektivin diqqətini cəlb etmişdi. Onlar obyekti təyin olunan ünvana apardıqda isə vəziyyətləri pis olan iki dostlarının qeydinə qalmışdılar. Mobil telefon barədə düşünməyi də unutmuşdular. Buna görə də Alxaz Nağızadə qəsdən özünün vurulmağı səhnəsini yaratdı. Məqsədinə çatınca dili ilə avtomobilin arxa salonunun ayaq altına ilişib qalmış sim kartı götürə bildi. Dostu gözlərinə inana bilmirdi. Sim kart həqiqətən də çox mühüm dəlil ola bilərdi. Əllərini geniş açaraq yenidən dostunu qucaqladı. "Sən doğrudan da dahisən, əziz dostum. Onu o cür götürməyi ancaq sən bacarardın, əhsən." Xəfiyyənin qanı qəflətən qaraldı. Əsəbləşdiyi hiss olunurdu. "Əsl dahi onlardır, peşəkardırlar. Mənim əslində kimliyimi, nə işlə məşğul olduğumu, bir sözlə avtobioqrafiyamı tam dəqiqliklə bilirlər. Hətta 2 günlük təhqiqatda nələr etdiyimi, kiminlə nə danışdığımdan da məlumatlıdırlar." O həyatda peşəkar insanları sevirdi, ancaq təhqiqat zamanı onlarla üz-üzə gəlməkdən, rəqib olmaqdan ehtiyat edirdi. Həvəskarlara qalib gəlmək riski nə qədər yüklüdürsə, peşəkarla qarşılaşmada şans bir o qədər də aşağıdır. Bugünkü qonaqlıqda da peşəkar dəstxətti hiss olunurdu. Dostuna ofisdə baş vermiş uğurlu hadisəsinin təhqiqatındakı bəzi şübhəli məqamları danışdı.
Daha sonra ona bəzi ehtimalları izah etməyə başladı. Ümumiyyətlə, mənimlə indiyə qədər apardığım tədqiqatlar içərisində ən qeyri-adisi, müəmmalısı və bəlkə də ən çətini bu olub. Mən indiyədək belə formada tədqiqat aparmamışam. Qeyri-adi olduğu barədə fikirlərində səninlə razıyam, Alxaz. Bəlkə yenə nəsə yeni məlumat aşkar etmisən, ona görə belə deyirsən. O, şkafdan götürdüyü yüngül idman paltarını əyninə geyinib, dostunun yanında, jurnal masasının arxasında, divanda əyləşdi. Bilirsən, şirkətin prezidenti məndən xəfiyyə olduğumu və sənədlərin itməsi barədə heç kimə sual ünvanlamamağımı xahiş edib. Əgər mən təhqiqatla bağlı kiməsə vacib sual verə bilmirəmsə, bu cinayətkarın öz mövqeyini daha yaxşılaşdırmasına səbəb olur. Müəmmalı cinayət sözünü ona görə işlədirəm ki, ofisdə ayaqyolu istisna olmaqla hər kabinetdə 1 və ya 2 ədəd video müşahidə kamerası var. İndi sənə göstərəcəyim görüntüdə işıqlar 2 dəqiqəlik sönür. Daha doğrusu, sönüb dərhal da yanır. Çünki məntiqə əsasən görüntünü qeyd edən proqram təxminən 2 dəqiqəyə işlək vəziyyətə gəlir. Böyük ehtimalla oğurluq elə bu 2 dəqiqəlik intervalda baş verib, amma oğrunun həmin 2 dəqiqə ərzində seyfdə olan $134.000 pulu və mühüm sənədləri götürməsi praktiki cəhətdən mümkün deyil. Kabinetə girən adam qeydiyyatçı qızın diqqətindən qətiyyən yayınmazdı. Digər maraqlı məqam da var ki, Hafiz bəy məndən ancaq itmiş sənədləri istədi. Pul heç vecində də deyil. Mənə bildirmişdi ki, əgər seyfdəkiləri tapa bilsəm, pulu özümünkü hesab edə bilərəm. Ona yalnız sənədlər lazımdır. Üstəlik qonorar da verəcək. Mənimlə sövdələşməyə girənlər isə nə az, nə çox, düz $250.000 təklif etdilər. Buradan maraqlı sual yaranır. O sənədlər nə qədər mühümdür ki, çox böyük məbləğlərlə əvəz oluna bilər? Başqa bir məqam da var. Düzü mən heç inanmıram ki, onlar mənimlə belə açıq formada sövdələşməyə girsinlər. Çünki mənim o şərtlərə razı olmayacağımı əvvəlcədən bilirdilər. Sadəcə belə görüş səhnəsini yaratmaqla bir siqnal verməyə çalışdılar. Onlar mənim apardığım tədqiqatın nəticələrini öyrənmək, kimdən və necə şübhələndiyimi bilmək istəyirdilər. Təklifə razı olmadığıma görə mənimlə xudahafizləşmək onlar üçün heç nə idi. Niyə elə etdiklərini anlamaq çətin deyil. Onlar da mənim kimi qeyb olmuş sənədlərin axtarışındadırlar. Bu bir faktdır ki, sənədlər onlarda deyil. Və nəhayət, sonuncu, müəmmalı və maraqlı məqam. Təhqiqatı apardığım bu 2 gündə məni bir-birindən ayrı, fərqli qrup izləyir. Düzdür, Rəmzi ilə baş vermiş haqq-hesab məni adama qısqandığı üçün öldürmək istədiyini demişdi. Rəmzi mənə inandırdığını zənn etsə də mən ona inanmadım. Onun da baş vermiş oğurluqda əlinin olduğunu istisna etmirəm. Sadəcə mənimlə üz-üzə gəldikdə onun ən yaxşı uydurması badam ola bilərdi. Rəmzini nəzərə almasaq mənim bir-birindən ayrı 2 fərqli müşahidəçilərim var. Bugün sövdələşmə aparmaq istəyənlərin məni azad etdikdən sonra izlədikləri ağlabatan deyil. Çünki onlar peşəkardırlar. Mənimlə nə zaman və harada qarşılaşacaqlarını çox gözəl bilirlər. Amma indi mənzilə qalxanda binanın o biri başından hansısa avtomobildən mənə və mənzilə göz qoyduqlarını hiss etdim. Tam əminliklə söyləyə bilərəm ki, bu oğurluq oyununda bir yox, bir neçə nəfər fərqli oyunçu var. İstisna deyil ki, onlar oyunu bir-birindən xəbərsiz oynayırlar. Bax, cinayət işini dolaşdıran məqamlar da budur. Təkcə təhqiqat aparmaqla iş bitmir. Müşahidəçilərlə də ehtiyatlı davranmaq şərtdir. O bir neçə saniyəlik pauzadan sonra yenidən danışmağa başladı. Ən gülməlisi bilirsən nədir? Dostuna ünvanladığı suala elə özü də cavab verdi. Dəvətnamə məsələsi. Oğrunun onu oğurlamaq nəyinə lazımdır? Məgər dəvətnaməni götürüb toya özü gedəcəkdi? Ya bəlkə onu dəvətnamə manyaka adlandırsaq daha düzgün olar? Ona belə ad verməyimiz hələ tezdir, çünki digər oğurluqlardan da xəbərimiz yoxdur.
Ayaz ona diqqətlə qulaq asırdı. Gənc və təcrübəli cinayət axtarış ekspert dostunun sadaladığı bir neçə vacib fakt təqzib edilməz idi. Dostunun dedikləri Ağayevin özünə də maraqlı gəlirdi. Konkret bir fikir söyləməsə də, Nağzadənin nə edəcəyi barədə soruşdu. İndi həyata keçirmək istədiyin nələr var? Mən sənə necə kömək edə bilərəm? O, ehtimallarını və həyata keçirmək istədiyi planlarını qısaca dostuna danışdı. Həmçinin video müşahidə kameralarında əks olunmuş görüntülərdən bəzilərini izahlı şəkildə ona göstərdi. Əgər sabah ofisdə istədiyim suallara cavab tapa bilsəm, artıq bu oğurluğun kim tərəfindən törədilməsini deyə bilərəm, Nağzadə əminliklə dedi. Sən cəmi 2 günə oğrunun izinə düşməyə nail olacağını hesab edirsən? Oğrunun izinə düşmək hələ onu sübut etmək demək deyil. Mənə hələlik 3-4 nəfərlə görüşmək lazımdır. Səncə o qədər işçi arasında belə bir oğurluğu kim törətmiş olar? Konkret oğurluğun baş verdiyi vaxt barəsində onu deyə bilərəm ki, bu böyük ehtimalla ötən həftənin bazar ertəsi günü olmuşdur. Lakin nə formada baş verdiyi məlum deyil. Oğrunun kimliyinə gəlincə isə bunun ezam olunan işçilər arasından olduğuna dair bəzi fərziyyələrim var. O söhbətini yarıda saxlayıb yadına nə düşdüsə cəld divandan sıçradı. Dərhal telefonun balansını artırıb Tərxana zəng etdi. Gecədən xeyli keçməsinə baxmayaraq gözləyə bilməzdi. Mütləq danışmalıydı. Tərxan telefonu gec götürdü. Yuxulu deyildi. Avtomobildə olduğu telefondan sezilirdi. Nağzadə zənginin əsl məğzini adlandırandan sonra Tərxan yolda olduğunu, paytaxta qayıtdığını bildirdi. Ona bildirmək istədiyi nə varsa sabah ofisdə söyləyə biləcəyini dedi. Xəfiyyə avtomobil idarə edərkən uzun-uzadı danışmağın mümkün olmadığını qəbul edib onunla razılaşdı. Sabah işlərinin çox olmağına baxmayaraq Tərxanla da görüşüb bəzi şeyləri soruşmalıydı. Ayaz dostunun sağollaşmasını gözləyib soruşdu. Sən hesab edirsən ki, bu sim kartın bizə böyük köməyi deyə bilər? O nömrəni bayaqdan ovucunda sıxıb saxlamışdı. Mən elə hesab edirəm, yox, buna əminəm, əziz dostum. Bəs əgər bu nömrə kiminsə adına qeydiyyatda olmazsa, hələ üstəlik istifadə olunduğu telefon da qeydiyyatçı çıxsa, onda işimiz lap qəlizləşəcək. Həm də heç bilmirik ki, bu nömrədə bizə lazım olan insan və ya insanlarla əlaqə saxlanılıb yoxsa yox. Bu mövzuda səninlə qətiyyən razı deyiləm. Çünki nömrəni işlədən adam peşəkar başçılarından fərqli olaraq elə də dərin zəka sahibi deyil. Onların mənə köhnə variantla, siqaret adı ilə yaxınlaşması buna yəni sübutdur. Ola bilməz ki, o nömrəni işlətdiyi vaxtlarda hansısa qeydiyyatda olan digər nömrəyə zəng etməsin. Onu bir dəqiqəliyinə mənə ver. Xəfiyyə sim kartı istədi. Ayaz sim kartı ona uzatdı. Alxas Nağzadə sim kartı ovucunda əvvəl bir üzünə, sonra digər üzünə çevirib dedi. Bax, görürsən, sim kartın hər iki üzünün rəng boyası solğundur. Demək olar ki, pozulub. Bu nömrənin uzun müddət istifadə olunduğunu göstərir. Bu vaxt kəsiyində isə ola bilməz ki, o özü üçün əhəmiyyətsiz, bizim üçünsə vacib bir səhv buraxmasın. Sadəcə onun şaxəli zənglərini müəyyən edib nəticələri tutuşturmaq lazımdır. Düzdür, bu bir qədər vaxt aparacaq, amma istədiyimiz nəticəni əldə edəcəyimizə əminəm. Əbəs yerə dostumun bənzərsiz təhlillərinə həsəd aparmıram, deyə Ağayev həsrətlə gülümsədi. Artıq peşəkar dəstəni ifşa etməyin yeganə yolu bax bu sim kartdadır. Bunun üçün məlumatları dərindən araşdırmaq lazım gəlir ki, bu da sənin üçün heç nədir. Nağzadə dialoqu bitirmiş kimi cavab verdi. Yəqin ki, rəfdər kitabın arasında olan məlumatlardan xəbərin var. Təyin olunmuş yerə haçan getsən, köməkçin, sürücü, ofisiant Nicat olacaq. Əlavə kömək lazım olsa dərhal mənə xəbər ver. Bu sözləri deyib Ayaz da getməyə tələsdi. Dostunu yola saldıqdan sonra bugünkü hadisələri yenidən beynində canlandırmağa başladı. Təhqiqatın sonuna qədər ehtiyatlı olmalı, bacardıqca təhlükədən qaçmalı idi.
Onu xüsusilə bir məsələ narahat edirdi. Bir-birindən xəbərsiz iki avtomobillə izlənilməsi olduqca maraqlı və müəmmalı idi. Nədənsə onların eyni qrupa və ya ayrı-ayrı qruplara xidmət etdiyinə inanmaq istəmirdi. Video müşahidə kameralarında həkk olunan görüntülərin ona lazım olan hissəsinə yenidən baxdı. Oğurluğun 2 dəqiqə ərzində baş verməsi reallıqdan daha çox hansısa qeyri-adi qüvvələr tərəfindən baş verməsinə bənzəyirdi. Notebook'u yandırıb şübhələndiyi görüntülərə yenidən baxdı. Sonra 2 gün ərzində kiminlərdən danışdığını, ofisə gəldiyində diqqətini nələrin çəkməsinə, onları bir-bir yadına salmağa cəhd etdi. Prezident, Badam, qrup rəhbəri və digərləri ilə danışıqlar, qeydə alınmış görüntülər, kabinet, sonra... Aha, deyəsən bəzi məqamlara dərindən fikir verməmişdi. Ofisə gələrkən baş verən hansı hadisə diqqətini çəkmişdi? Ofisdə işıqlar söndü və heç bir dəqiqə də keçmədi ki, yenidən yandı. Bəs video müşahidə kameralarına düşmüş görüntülərdəki vaxt intervalı necə idi? Saat 11:45-də işıqlar sönür və görüntü dərhal dayanır. Ancaq neçə saniyədən sonra yanmağı məlum deyil, baxmayaraq ki, görüntülərin qeydə alınmasının davam etməsinə müddəti 11:47-yə təsadüf edir. Arxas Nağzadə dünən ofisin ətrafında dövrə vurmuşdu. Ofis müasir üslubda tikilmiş yeni bir binanın 2-ci mərtəbəsində yerləşir. Ofisin özünün ayrıca giriş-çıxışı var idi ki, bu da işçilərin tez-tez bina sakinləri ilə üz-üzə gəlməsinin qarşısını alır. Həmin gün ofisə təsadüfi, kənar adam gəlməmişdi. Bəs dünən şirkət sahibi işıqlar sönəndə nə dedi? Dedi ki, buradakı tikinti kompleksinin elektrik işləri davam etdiyindən işıqlar həftədə 1-2 dəfə söndürülür, çox keçmir ki, yandırılır. Görüntülərdə də bu məhz belə idi. İşıqlar bazar ertəsi sönür və həmin vaxtda da oğurluq baş verir. Sonra da işıqlar yanır. Ya bəlkə oğurluqdan sonra yanmır. Sadəcə görüntünü qeyd edən proqram işə başlayana kimi oğru öz işini görüb oradan çıxır. Lənət şeytana. Deyəsən son zamanlar özünü arxayınlıq xasiyyətinin əsirinə çevrilib. Axı necə ola bilərdi ki, o vacib bir detalı nəzərdən qaçırsın? Işığın söndürülməsi səhnəsi qəsdən, əvvəlcədən təşkil oluna bilərdimi? Axı oğru işığın həmin vaxt söndürüləcəyini haradan və necə bilə bilərdi? Sabah necə olursa olsun, hökmən bunu bilməli idi. Elektrik işlərinə mənsub şəxslə görüşüb, onu təsadüfi və ya məqsədli olduğunu öyrənəcəkdi. Artıq onu jurnalist kimi yox, əsl cinayət axtarış eksperti kimi dindirəcəkdi. Sabaha cümrə başlamaq üçün duş qəbul edib yatağına uzandı və dərhal da yuxuya getdi. 10-cu fəsil. Saat 10 tamamda yuxudan oyandı. Gecə bugünkü işlərə dair planlarını müəyyən etmişdi. Şirkət prezidentindən aldığı xəritə və vərəqlər dəstlərini, həmçinin əlində etdiyi 3 ədəd yaddaş kartını götürdü. Onları səliqə ilə kiçik bir paketə yerləşdirdi. Sonra şkafdan yüngül idman dəstini götürüb onları əlavə bir paketə bükdü. Notebook'u da öz çantasına yerləşdirdi. Sonra hər iki paketi də notebook'u şkafda paltarlarının altında gizlətdi. Mənzili tərk edib aşağı düşəndə heç bir müşahidə falan ilə rastlaşmadı. Bu onu biraz da həyəcanlandırdı. Görünür müşahidəçiləri duyuq salmışdı. Onlar da öz işlərini etibarlı tutaraq ortalarda görünmək istəməmişdilər. Fikirli halda taksi tutub ofisə doğru sürürdü. Ofisin kənarında ona tanış olan avtomobillə rastlaşmadı. Yalnız uzaqdan, yolun sağ tərəfində dayanmış bir nəfər diqqətini cəlb etdi. Saçları qısa vurulmuş, sifətində çapıq olan, orta yaşlı bu adamı bir dəfə görmüşdü. Hərçənd həmin günü badamla viski içsə də, ona göz qoyan adamı yaxşı yadında saxlaya bilmişdi. Bu, orada əyləşən 2 adamlardan biri sarışın idi. O xəfiyyəni görən kimi özünü şübhəli aparmadan mobil telefonunu çıxartdı.
Harasa zəng edirmiş kimi qulağına tutdu və dərhal oradan uzaqlaşdı. Bir qədər aralıda tərxanı idarə etdiyi Toyota Prado dayanmışdı. Deməli onlar ofisdədirlər. Nağızadə girişə doğru addımladı. Növbədə dünənki mühafizəçi idi. O içəri daxil olan jurnalisti görcək onunla ədəbli qaydada salamlaşdı və keçməyə icazəli olduğunu bildirdi. Xəfiyyə ona təşəkkür edib içəri keçdi. Əvvəlcə qrup rəhbəri və onun köməkçisi Willi Latinen ilə görüşmək istədi. Lakin ilk növbədə şirkət sahibinə baş çəkmək qərarına gəldi və onun kabinetinə tərəf getdi. Birinci holdan içəri keçəndə dəhlizdə adamla üzbəüz gəldi. Onunla nəzakətlə salamlaşıb müdirin kabinetində kiminsə olub-olmadığı ilə maraqlandı. Heç kimin olmadığını biləndə ehmalca qapını tıqqıldatdı və kabinetə daxil oldu. Xosrofoğlu nəzakətlə ayağa qalxaraq rəğbət bəslədiyi gənc xəfiyyənin əlini sıxdı. Onun gözlərindən məsumluq yağırdı. Biraz da həyəcan var idi. Sanki baxışlarındakı ifadələr dil açıb təhqiqatın necə nəticələnəcəyi barədə soruşurdu. Xoş gördük, necəsiniz? Nağızadə onun əli ilə işarə etdiyi stolda əyləşdi. Sağ olun Hafiz bəy, səfəriniz necə keçdi? Hər şey qaydasındadır, amma oradakı filialın sənədlərində bəzi məsələlər dəqiqləşdirilməlidir ki, o da bilavasitə itmiş sənədlərlə bağlıdır. Alxas Nağızadə bir tərəfdən onu həyəcanlandırmaq fikrində deyildi. Digər tərəfdən isə ortada bəlli bir nəticə olmadığından yalandan vəd etmək istəmirdi. Lap müsbət nəticələr olsaydı da belə yenə heç nə deməyəcəkdi. Məlumatların kənara sızmasını istəmirdi. Çünki bu təhqiqatın ziddində olan bir məsələ idi. Nə deyəcəyini özü də bilmədi. Şirkət sahibi dözməyib yeni soruşdu. Necə bilirsiniz, sənədlərin tapılma ehtimalı varmı? Düzü, hələlik bu barədə nə isə demək çətindir, deyə o bunu etiraf etdi. Xosrofoğlu ümidsiz halda dedi. Yəni sizcə cüzi də olsa ümid yoxdur? Ümid hər zaman var, hal-hazırda isə konkret nəticə yoxdur. Xosrofoğlunu tər bastı. Həyəcanlandığını və ya əsəbləşdiyini ayırd etmək çətin idi. O bu gənc adama həddindən artıq inanırdı. İlk dəfə görəndə onun nəsə möcüzə edəcəyinə dair daxilində bir əminlik hissi var idi. İndi dostunun məsləhət bildiyi bu adam heç nəyə ümid vermirdi. Şirkət sahibinin bir anlıq ağlına elə gəldi ki, sanki sənədlərin tapılmayacağını özünə etiraf etməyə çəkinir. Bu sahədə başqa tanıdığı adamı da yox idi. Digər tərəfdən polis çağırıb, gürültülü sənədlərlə mətbuat səhifələrinə bəzəmək istəmirdi. Çıxılmaz vəziyyət idi. Əgər sənədlər bazar ertəsinə, yəni avqustun 6-sına qədər tapılmasa, onda illər uzunu əziyyət çəkib çətinliklə uğura apardığı şirkəti bir andaca məhvə sürükləyəcəkdi. Ondan sonrasını isə sadəcə təsəvvür etmək istəmirdi. Axı, o cümləsinə haradan başlayacağını da bilmirdi. Məni buraya köməyə çağırırsınız. Hər halda kömək edəcəyimə dair söz verdimsə, bunu axıracan yerinə yetirəcəyimə əmin olun. Ruhdan düşmək və inamsızlıq bizə heç nə verməz. Xəfiyyə onun sözünü çubudluqla kəsdi. Alxas Nağızadə kabinetə baxış keçirmək istəyirdi, ancaq bunu təklikdə etməli idi. Əks halda şirkət sahibinin yersiz suallarını cavablandırmalı olacaqdı. Əgər sizə kömək etməyimi istəyirsinizsə, çalışın ki, sərbəst işləməyə mane olmayasınız. İcazənizlə mən burada bəzi şeylərə baxmaq istəyirdim, ancaq bunu təklikdə etməyim daha məqsəd uyğundur, deyə o iş adamından yarı xahiş, yarı tələb etdi. Xosrofoğlu kabineti tərk edincə arxadan onu səslədi. Mühafizəçini və Badam xanımı 5 dəqiqəliyə iş arxasınca bir yerə göndərin. Onun çaşqın baxışları qarşısında növbəti tələbini bildirdi. İşçilərinizə də tikinti kompleksində elektrik işlərinin aparılması ilə əlaqədar işıqların 5 dəqiqəlik sönəcəyini bildirin. Şirkət sahibi sənədlərin tapılması üçün hər şey hazır idi. O zəng edib mühafizəçini marketə, Badamı isə banka göndərdi. Nağızadə onun otaqdan çıxdığını görüb fəaliyyətə başladı.
Kabinetə hərəkətlərinin video müşahidə kameraları vasitəsilə mühafizəçinin tərəfindən tamaşa edilməsini qətiyyən istəmirdi. Kabinetdə ümumi elektrik sisteminə paralel qoşulmuş paylayıcı aparatdan ofisin işıqlarını büsbütün söndürdü. İndi kabinetə rahatca baxış keçirmək olardı. Əvvəlcə oğrunun sürətini yaratmaq istədi. Onun fəaliyyətini ifa edərək qapının arxasında dayandı. Sonra telefonun zəngli saatını 2 dəqiqə sonraya qurdu. Beynində işığın sönməsini canlandırdı. Deməli, oğru işığın sönməsini gözləyir. İşıq sönəndə içəri keçir. Belə çıxır ki, o işığın sönməsini əvvəlcədən bilirmiş. Lap tutaq ki, belədir. Bəs onda həmin vaxt badam harda olur? O, axı adətən kabinetin ağzında qoyulmuş masada öz işləri ilə məşğul olur. Burada 2 variant var. Ya badam oğru ilə bir olub, ya da ki, bu bir faktor ki, oğurluq baş verəndə o harasa çıxıb getmişdi. Əgər getmişdisə, niyə məhz işıqlar sönəndə? Hər halda bunu araşdırmaq çətin olmayacaq. Deməli, işıq sönən kimi oğru cəld kabinetə daxil olur. O video müşahidə kameralarının işləməməsinə sözsüz ki, əmindir. Kameranın sonrakı həkk olunmuş görüntülərinə əsasən müəyyən etmək olar ki, o kreslonu sağa doğru itələyir. Sonra seyfi açır. Burada maraqlı məqam var ki, o seyfin kodunu necə müəyyən edə bilib? Axı iş adamı kodun şifrəsini yalnız öz şəxsi sürücüsünə bildirmişdi. Tərxanı da şübhə obyektinə almaq olarmı? Niyə də yox? Tutaq ki, almaq olar. Bəs oğru seyfdəkiləri necə götürə bilir? Çünki seyfin şifrəsini yığmaq üçün ona elektrik şəbəsinə qoşmaq lazımdır. Amma o içəri keçəndə işıqlar sönülü vəziyyətdə olur. Nəysə, o seyfdə olan pulu və sənədləri tələsik öz torbasına yığır. Üstəlik, heç nəyə yaramayan dəvətnaməni də götürməyə maraq göstərir. Elə götürür də, axı nəyə görə? Dəvətnamənin sirri görəsən nədədir? Sonra seyfin qapısını örtür və kameraların aktiv olmasına səbəb olan proqram işə düşməzdən əvvəl kabineti tərk edir. Maraqlıdır ki, bu dəfə də badam onu görə bilmir. Yenə də burada maraqlı məqam və sual yaranır. Tutaq ki, ofisdə kənar yad bir adam gəlməyib. Belə olan halda oğurluğu ofis daxili işçilərdən biri həyata keçirə bilir. Bəs nəyə görə kameralarda heç bir işçinin əlində torba və ya paket görünmür? Oğru qənimətləri harada gizlədə bilərdi? Çox maraqlı, müəmmalı fərziyyələr üzə çıxır. Ümumilikdə isə oğurluğun 2 dəqiqə ərzində baş verməsi təqzib edilməz faktdır. Ancaq bu mümkün deyil. Alxaz Nağızadə yaranan bütün mümkün sualları özü cavablandırmağa başladı. Olduqca təzadlı bir situasiya ilə qarşılaşmışdı. Bu dəfə oğru obrazından vizual müşahidəçiyə keçdi. Kreslonu kənara itələdi, əyilib kreslonun sağına, soluna baxdı. Seyfdə iş adamının çəkiclə endirdiyi zərbələrin izlərini görmək olurdu. Nə fikirləşdisə, birdən seyfi qucağına götürüb kreslonun üzərinə qoydu və onu digər tərəfə çevirdi. Seyf qalın dəmirdən düzəldiyindən nisbətən ağır idi. Təxminən eni 3, uzunluğu isə 5 qarışa bərabər olardı. Nağzadənin diqqətini seyfin alt hissəsindəki ləkələr cəlb etdi. Ləkələr sarı və narıncı rəngin qarışığına bənzəyirdi. Əyilib seyfin qoyulduğu yerə diqqətlə nəzərdən keçirdi. Sonra cibindən kiçik bir zərəbin çıxartdı və onunla baxmağa başladı. 1-2 dəqiqə baxdıqdan sonra qaçaraq qapının arxasına gəldi. İlk dəfə iş adamı ilə görüşüb söhbət edəndə, məhz həmin yerdə, döşəmədə, adi gözlə zorla müşahidə olunan 2 yarım dairəvi cızıq xətt və onun da yanında iti bıçaq ucunun saldığı izə bənzər kiçicik zədə var idi. İlk baxışdan onu qapının saldığı izə bənzətmək olardı, ancaq nədənsə xəfiyyə o cür düşünmürdü. Dizini yerə qoyub döşəmədə uzanmış kimi bir vəziyyət aldı. Zərəbinlə həmin dairəvi cızıq xətlərə və zədəyə dəfələrlə baxdı. Deyəsən ona kabinet daxilində baş vermiş uğurluğun təfərrüatları məlum idi.
Onun yalnız kim tərəfindən törədildiyini aşkar etmək qalırdı. Kreslonun üzərinə qoyduğu seyfi özü əvvəlki yerinə qaytardı. Elə bu vaxt telefonun zəngli saatı səsləndi. Əgər xəfiyyə seyfdən oğurluq etsəydi, 2 dəqiqədən sonra yaxalanacaqdı. Deməli, onun mülahizələri doğru deyildi. Təəssüflə başını bullayaraq paylayıcıdan ofisin işıqlarını yandırdı. Əllərini bir-birinə çırpıb dərhal kabinetdən çıxdı. Hafiz Xosrofoğlu mətbəxdə öz sürücüsü ilə bircə çay içirdi. Xəfiyyə oraya keçib Tərxanla salamlaşdı. Şirkət sahibinə əhəmiyyət kəsb edilməyən ilk sualı verdi. Hafiz bəy, siz seyfi köhnə ofisinizdən gətirmisiniz, yoxsa yeni sifariş etmisiniz? Sualı anlamayan şirkət sahibi təəccüblə cavab verdi. O yeni seyfdir. Təxminən 3 həftə bundan əvvəl sifariş əsasında firma tərəfindən düzəldilib. Bəs seyfdə olan dəvətnamə kimə aid idi? Kim toya çağırmışdı sizi? Yaxın dostum vermişdi. Öz evladını toyuna çağırırdı. Bunun axı uğurluğa nə adiyyatı var? Başa düşə bilmirəm. Bəs nəyə görə dəvətnaməni başqa yerə yox, məhz seyfə qoydunuz? Çox maraqlı suallar verirsiniz, hörmətli Alxas müəllim. Şirkət sahibi məzəmmətlə dilləndi. O gün də dedim, əlimə necə gəldi, elə formada da oraya qoydum. Mən haradan biləydim ki, dəvətnaməyə də haçansa təmas salan uğurlar peyda ola bilər. Nağızadə əlavə bir sual da verdi. Bu sual Xosrofoğlunun həyəcanını boğdu və onun istehzalı təbəssümünə səbəb oldu. Böyük ümid və ehtiram bəslədiyi gənc xəfiyyənin gülüş doğurucu suallar verməsi onu getdikcə əsəbləşdirirdi. Ancaq o ağlına belə gətirməzdi ki, hər gülüşə səbəb olan sual oğrunu aşkar edilməsinə təkan verə bilər. Nağızadənin müdir və kabineti ilə bağlı görüləcək hansısa bir işi yox idi. Odur ki, müdirin kabinetə keçməsini səbirlə gözləyib Tərxana bəzi suallar verməyə başladı. Tərxan, gərək ki, siz yeni qəbul olunan işçilər barədə məlumatlısınız. Onların kim tərəfindən təklif olunduğu sizə məlum olmalıdır. Onun baş vermiş oğurluqdan və bununla əlaqədar xüsusi dəvət edilmiş adamın jurnalist olmadığından xəbəri var idi. Tərxan anidən təlaşlandı. Onun sualdan tutulduğu xəfiyyənin gözündən qaçmadı. Bizdə onsuz da işçiləri təklif edirlər. Bir qayda olaraq bu barədə heç yerdə məlumat vermirlər, elan yerləşdirmirlər. Təklif edilən işçilərin savad və qabiliyyəti tələb olunan səviyyədədirsə, onları ilk öncə Hafiz müəllimə təqdim edirik. Daha sonra isə təklif edilən namizədləri qrup rəhbərimiz yoxlayır. Tərxan, siz məni düzgün başa düşmədiniz. Sadəcə mənə adlar və siyahı lazımdır, başa düşürsünüz? Təklif edilən və işləyən işçilərin kimlər tərəfindən məsləhət görüldüyünü bilmək istəyirəm. Konkret bilmək istəyirsinizsə, 6 nəfər ezam olunan yerli işçi və 4 nəfər sürücü. Bax, bu 10 nəfərin kimlər tərəfindən təklif edildiyini bilmək mənə çox maraqlıdır. Çox yox, cəmi 10 nəfər. Tərxan bir anlıq fikrə getdi. Gedib badamın masasının üzərində A4 vərəq və qələm götürüb, yenidən mətbəxə qayıtdı. Vərəqdə o 10 nəfər işçinin, həmçinin də onları təqdim edənlərin adlarını yazdı. Nağızadə vərəq dəstini əlinə götürüb diqqətlə baxdı və dəqiqləşdirmək istədi. Siz buradakı adların bir-birinə uyğun tərtib edildiyindən əminsiniz? Əlbəttə, bu barədə Hafiz müəllimdən də soruşa bilərsiniz. Çünki ona təqdim edilmiş işçilər barədə əvvəlcədən mənim xəbərim olur. Alxas Nağızadə sürücüyə təşəkkür etdi. Bir saatdan sonra ona lazım olduğunu bildirib çox da uzağa getməməsini xahiş etdi. Yami Yohansenlə görüşmək üçün digər hola keçdi. Qrup rəhbəri öz şişəli yerində yox idi. Cumanki iclas salonunda idi. Əvvəlcə Ari Pohakka və Ville Lathenenlə salamlaşdı. Lathenenen vəziyyəti ilə maraqlanıb ona keçmiş olsun dedi. Fin dilini bilmədiyinə ingiliscə dediklərini Pohakka öz həmkarına çatdırdı. Xəfiyyə iclas salonunun qapısını döyüb içəri keçdi. Qrup rəhbəri həmişəki kimi Respublika xəritəsinin qarşısına qoyub diqqətlə gözdən keçirirdi.
Başını qaldırdı. Jurnalisti görcək ayağa qalxdı və əl uzatdı. Naqzadə, xoş gəlmisiniz cənab. Buyurun keçin, keçin əyləşin. Minnətdaram cənab. Yanınıza bir köməyiniz üçün gəlmişəm. İcazənizlə 5 dəqiqəlik vaxtınızı alacağam. Nağızadə jurnalistdən daha çox hər şeylə maraqlanan insan təsiri bağışlayırdı. Təkcə jurnalist kimi davransaydı, tədqiqatın nəticələrini qəlizləşdirə bilərdi. Bunu isə istəmirdi. O nə deməkdir cənab? Sizə kömək etmək hər zaman mənə xoşdur. Sağ olun cənab. Gənc xəfiyyə kompüterin yanında bir vərəq götürüb onun qarşısına qoydu. Mənə layihələr üzrə ezam olunan işçilərin ötən həftə və bu həftə ərzində hansı rayonlara getdikləri haqqında məlumat lazımdır. Əgər mümkündürsə, proqramçının adını sürücü ilə bircə qeyd edin. Qrup rəhbəri jurnalistin bu cür şeylərlə nəyə görə maraqlanmasına əhəmiyyət verməyərək onun xahişini yerinə yetirdi. Qələm götürüb hər birinin qarşısında onun istəyinə uyğun olaraq bəzi qeydlər etdi. Alxaz Nağızadə isə fikirləşib əlavə etdi. Zəhmət olmasa yazdığınız rayon adlarının qarşısında layihələşdirilən yolların ümumi uzunluğunu da qeyd edin. Qrup rəhbəri yenə heç bir sual vermədən həmin siyahıya uyğun olan yolların uzunluğunu müvafiq kilometrlərlə işarələdi. Çox sağ olun cənab, zəhmət çəkdiniz. Jurnalist vərəqi qatlayıb cibinə qoydu. Sizə kömək etməyimi istəmişdiniz. Demədiniz axı, nə barədə kömək edim, deyərək o hələ də jurnalistdən bəzi sualları gözləyirdi. Onsuz da özünə lazım olan sualların cavabını almışdı. Bəlkə də bir daha qrup rəhbəri ilə danışmaq lazım gəlməyəcəkdi. Yohansenə təşəkkür edib əlini səmimiyyətlə sıxdı. Çox sağ olun cənab, mənə çox böyük kömək etdiniz. Məqalənin yazışmasında işçilərin haraya, niyə getməsinin nə dərəcədə rolu oynadığını ayırd edə bilməyən qrup rəhbəri iclas zalını tərk edən jurnalistin arxasınca təbəssümlə baxdı. O təəccüblənirdi, ümumiyyətlə heç nə başa düşə bilmirdi. Alxaz Nağızadə yenidən şüşələrlə əhatə olunmuş kabinetə gəldi. Burada qrup rəhbərinin iki köməkçisi bir-biri ilə fincə söhbət edirdilər. Nağızadəni görüncə mülayimliklə gülümsədilər. Xəfiyyə ofisdə olduğu müddətdə onların səmimiyyətinə heyran olmuşdu. Onlar həmsöhbətləri ilə danışarkən təbəssümlərini heç zaman gizlədə bilmirdilər. Məhz bu xüsusiyyət onların yerli işçilərdən xeyli fərqləndirirdi. Willi Lahtene'nin ingilis dilini bilmədiyindən Nağızadə Ari Pohaqqadan ona tərcümə etməkdə kömək etməsini xahiş etdi. O Lathenenə ilk sualla müraciət etdi. Cənab Lathenen, layihə üzrə istifadə olunan texniki avadanlıqlarda tez-tezmi problemlər yaranır, yoxsa arabir? Əsasən bu problemlər nə ilə bağlı olur? Poaqqa onun dediklərini tərcümə etdi. Həmçinin aldığı cavabı da jurnalistə ingilis dilində çatdırdı. O deyir ki, problemlər əsasən naqillərlə bağlı olur. İş zamanı sıxılma nəticəsində naqillər sıradan çıxır. Digər problemlər isə proqram pozulması, GPS radio naviqasiya sistemi ilə əlaqədardır ki, bunlar da nadir hallarda baş verir. Belə halların aradan qaldırılması prosesi adətən 2-3 gün çəkir. Sizdə texniki avadanlığın ehtiyat hissələri hal-hazırda varmı, yoxsa sifarişlə gətizdirirsiniz? Ari Poaqqa yenə Willi Lathene'nin verdiyi cavabı ona tərcümə etdi. Cənab, o deyir ki, yetərincə ehtiyat hissələrimiz var. Onların bir qismi ofisdə, daha dəqiq cənab Xosrovoğlu'nun kabinetində, bir qismi isə nazirlikdə var. Əgər işçilərin problemləri naqillərlə bağlıdırsa, biz həmin naqilin yenisini kabinetdən götürüb işçiyə təqdim edirik və köhnəsini geri təhvil alırıq. Yox, əgər problem texniki avadanlığın özündədirsə, onda o bütün texniki avadanlıq çantaya yerləşdirilir. Biz onlara baxış keçiririk. Mümkündürsə təmir edirik, mümkün deyilsə dəst olaraq yenisi ilə əvəz edirik. Elə isə zəhmət olmasa deyin, sizə ötən həftə ərzində işçilərdən hansısa bir problemlə əlaqədar müraciət edən olmuşdumu? Olmuşdusa, bu problem əsasən nə ilə bağlı idi?
Bəli, cənab, olmuşdu. Ötən həftə 4 proqramçı müraciət etmişdi. Onlardan birinin GPS radio naviqasiya sistemində sıradan çıxmışdı. Ancaq nədənsə o zamanlar işçilər avadanlıqlarla ehtiyatlı və diqqətli davranmırlar. Sizə bir misal çəkim. Məsələn, ötən həftə bir nəfər naqillərdə baş vermiş problemlə əlaqədar müraciət etmişdi. Biz də buna görə naqili dəyişməyə məcbur olduq. Ancaq sonradan yoxlayıb görürəm ki, naqildə heç bir problem yoxdur, işləyir. Sadəcə işçi diqqətli deyil. Alxaz Nağızadə nə isə düşünürmüş kimi yan tərəfə baxaraq gözünü qıydı. Sonra cibindən qatılmış vərəqlərdən birini çıxartdı və onu Latiniyanın qarşısına qoydu. Cənab Latinin, keçən həftə ərzində bu 6 nəfər proqramçıdan kim və yaxud kimlər sizə problemlə bağlı müraciət etmişdir? Xatırlaya bilərsinizmi? Puakka dediklərinin Latininin tərəfindən tərcümə olunmasından sonra əlinə bir qələm götürüb siyahıda olan 4 nəfərin qarşısına müsbət işarəsi qoydu. Sonra vərəqi jurnalistə tərəf itələdi. Nağızadə vərəqə diqqət yetirdi. Orada işarə olunmuş 4 nəfərdən biri əcnəbi, 3-ü yerli işçilər idi. Siyahıya əsasən müəyyən etdi ki, problemlərdən 3-ü yollarla, digəri isə körpülərlə əlaqədar olan layihələrdə işləyən işçilərin avadanlığında baş vermişdi. Alxaz Nağızadə onlarla sağollaşmazdan əvvəl Ari Puaqqadan almalı olduğu bir şeyi yadına saldı. Cənab Puaqqa, sizdən bütün yolların kodları yazılan siyahını götürmək mümkündürmü? Əlbəttə mümkündür. Ari Puaqqa sanki himə bənd imiş kimi kompüterin yaddaşında olan materialı çapa verdi. Çap olunmuş vərəq dəstlərini kağız tikənlə tikib ona uzatdı. Buyurun. O sonuncu sualını da cavabını alıb hər ikisinin əlini sıxdı. Onlara təşəkkür etdi. Prinsip etibarı ilə ofisdə daha sorğu-sual edəcəyi adam yox idi. Bəlkə də ofisə bir daha gəlməyəcəkdi. Hər halda bu aparılan təhqiqatın gedişatından asılı olacaqdı. Sadəcə bir-iki detalı dəqiqləşdirmək qalırdı ki, bunları da badamla danışacaqdı. O sualları bayaq da verə bilərdi. Lakin Tərxanla qrup rəhbərləri və onun müavinləri ilə söhbətləşmədən əvvəl o sualları versəydi, güman ki, qane edəcəyi cavab ala bilməyəcəkdi. Odur ki, badamla lap axırda söhbətləşməyi ən doğru variant hesab etmişdi. Yenidən badamın masasına yaxınlaşdı. O adəti üzrə başı qarışıq halda kompüterdə nə isə yazırdı. Nağızadə ucadan səsləndi. İcazənizlə, mənə ayırdığınız vaxta və diqqətə görə sizə təşəkkür etmək istəyirəm. O sözlərini vidalaşan insanlar kimi söylədi. Səs tonundan elə çıxırdı ki, ayrılmağa özü də təəssüflənir. Badam diqqətini kompüterdən ayırdı. Gözlərini jurnalistə zillədi və soruşdu. Gedirsiniz? Bəs həftənin cümə gününəcən burada olacağınızı bildirmişdiniz. Əfsuslar olsun ki, bəli, plana uyğun olaraq bu gün axırıncı günümdür. Redaksiyada daha vacib işlərim var. Siz cəmi 2 gün burada oldunuz. Bu qədər müddət sizə məqalə yazmağa bəs edəcəkmi? Ancaq yaman tez getdiniz. Cümə gününə qədər məqalənizdə mövzu və həcm gərginliyindən nail ola bilərdiniz. Onun gedişi badamın ürəyincə deyildi ki, bunu da xəfiyyə çox gözəl hiss edirdi. Buna mən özüm də təəssüf edirəm. Burada olmaq mənə xoş idi. Məncə məqalə cümə gününə qədər hazır olacaq. Həftənin bazar ertəsi hazır olacaq? Badam sevincək xəbər aldı. Bilmək olar məqalədə kimlərin adları qeyd etmək fikriniz var. Yəqin mövzunu və adları artıq müəyyən etmişsiniz. Bəli, mövzunu artıq fikirləşmişəm. Qalır onu diqqətlə və səhvsiz işləyib yazmaq. Əgər onu diqqətlə və bazar ertəsinə qədər yazmasam, məni bacarıqsız jurnalist kimi tanıyarlar. Belə tez getməkdə israrlısınız, deyə badam yenidən ümidsizcəsinə xəbər aldı. Xəfiyyə məhz bu sözü gözləyirdi, odur ki, fürsəti boşa vermək istəmədi. Sizinlə bir stəkan çay içə bilərəm, həm də biraz söhbət etmiş olarıq. Badam bu təklifi məmnuniyyətlə qəbul etdi, baxmayaraq ki, kompüterdə işləri çox idi.
Onlar bərabər mətbəxə keçdilər. Badam 2 fincana qaynar su tökdü. Özü üçün qəhvə, jurnalistə paket çay hazırladı. Bəs məndən müsahibə götürməyəcəksiniz? Badam balaca uşaq kimi küskün formada dilləndi. Sizinlə haçansa söhbət etmək üçün vaxt ayıracağıma söz verirəm. Jurnalist qeyri-müəyyən formada cavab verdi. Nağzadə Badamın çox xoşuna gəlmişdi. Odur ki, mövzu fərqi olmadan onun hər bir sualına həvəslə cavab verməyə hazır idi. Yetər ki, onunla söhbətləşsin. Düzdür, ilk görüşün axşamı başını onun çiyninə qoymuş, bir növ ona sığınmışdı. Onun yaraşıqlı bədəninə təmasdanmı, arzuladığı bir kişinin yanında olmağındanmı, yenədənsə həmin vaxt bədənini çılğın bir ehtiras bürümüşdü. Qaynar ehtiras bütün bədənindən alovlamışdı. Bütün varlığı ilə onun ağışında olmaq, arzuladığı kişi bədəninə sahib olmaq istəyirdi. Bəlkə də bu hərəkətində müəyyən mənada içkinin də təsiri az deyildi. Ancaq jurnalistin buna yol verməməsi ona olan hörmətini birə-beş qaldırmışdı. Bundan əlavə özünü onun yanında daha təhlükəsiz, rahat hiss edir və biraz da utanırdı. Bəlkə də həmin axşam təklifi başqasına etsəydi, həmin adam məmnuniyyətlə o təklifi dəyərləndirəcəkdi. Sonra da istifadə etdiyi əşyanı gərəksiz bilib zibil qutusuna atılmış kimi ondan uzaqlaşacaqdı. Şükürlər olsun ki, həmin axşam hansısa bir zəng də gəlmişdi. Ancaq heç nəyə baxmayaraq indi qarşısında üzbəüz əyləşmiş jurnalist onun xahişini qəbul etməmişdi. O, Badam üçün arzulanan insandan əlçatmaz şəxsiyyətə çevrilmişdi. Onunla söhbət etdiyi hər saniyədən böyük zövq alırdı. Nağzadə üçün susaraq hisslərlə danışmaq, hansısa kəlməni ifadə etməkdən daha rahat və vacib idi. O sanki insanın daxilindən keçənləri üzündən oxuyan bir psixoloq idi. Badamın nə düşündüklərini tam təfsilatı ilə bilməsə də, hər halda hisslərindən xəbərdar idi. Badamın ondan xoşu gəlməsi özünü jurnalist kimi təqdim edib, istədiyi suallara cavab almasında böyük rol oynamışdı. Yenə də əsl məqam idi. Elə də çox yox, cəmi 4-5 suala cavab almaq istəyirdi. Bu dəfə jurnalistdən kənara çıxacaqdı. Effekti nə dərəcədə alınacaqdı ya yox, bunu bilmirdi. Hər halda suallarını cinayət axtarış eksperti kimi verəcəkdi. Badam xanım, sizinlə jurnalistlikdən əlavə bəzi şeylər haqqında da danışmaq istəyirəm. O hələ də itmiş sənədlərin tapılması haqqında söz salmırdı. Mənə işçiləriniz haqqında məlumatlar lazımdır. Əlbəttə, sizə məhz kimlərin barəsində kömək lazımdır, deyə qız Nağzadənin sözünü yarımçıq kəsdi. Bütün işçilər barəsində. Onun üçün Badam elə özü də əvvəlcədən şübhələr sırasında idi. Doğrusu, indi şübhə hədəfindən uzaqlaşmışdı, amma bu hələlik ki, belə hesab olunurdu. Bir tərəfdən sualları soruşmaq üçün Badam ən uyğun insan idi. Digər tərəfdən sual-cavab zamanı üzündəki ifadə çox şeylərdən xəbər verəcəkdi. Badam özünü olduqca təmkinlə aparmağa çalışırdı. Əslində onda ofisdə işləyən qızlara qarşı bir qısqanclıq hissi baş qaldırmışdı. Elə bilirdi ki, Nağzadə ofisdəki hansısa bir qızı soruşacaq. Onun dodağını büzüb göz ucu baxışından xəfiyyə bunu başa düşdü. Odur ki, sualını daha dəqiqləşdirdi. Badam xanım, mənə layihələrə cəlb olunmuş işçilər haqqında məlumat lazımdır. Sürücülər barədə nəsə bilməsəniz eybi yox. Proqramçılar haqqında bəlkə azacıq da olsa məlumatlısınız. Badam onun istədiyi hər bir işçi haqqında qısa danışdı. Alxas Nağzadə onun dediklərinin götürdüyü vərəqin arxasına yazdı. Çünki o barəsində danışılan insanları üzdən tanımırdı. Heç zaman da görməmişdi. Bütün xəfiyyəlik təcrübəsində ilk dəfə idi ki, belə hal ilə rastlaşırdı. İlk dəfə idi ki, şübhəli şəxslərin özlərinə sual vermədən, onlar barədə danışılanlar əsasında hansısa mühakimə yürüdəcəkdi. İşin də əsas çətin tərəfi məhz bu idi. Odur ki, Badama əlavə suallar verərək aldığı cavabların hamısını bir-bir qeyd etdi. Bir neçə dəqiqədən sonra xəfiyyə istədiyi sualların cavabını almışdı.
O hələlik işçilər barədə şifahi məlumatlara malik idi. Sadəcə əldə etdiyi informasiya və materialları bir-biri ilə tutuşturmaq qalırdı. Üst-üstə düşən faktları müəyyən etməli idi. Nə qədər mürəkkəb olsa da, şübhəli şəxslər sırasında kimin oğurluq etdiyini tapmalı idi. İşçilər barəsində bir qədər də soruşub, digər mövzuya aid suallara keçdim. Badam xanım, siz ötən həftənin bazar ertəsi günü işdə olmusunuz yəqin. 10 günə yaxın vaxt ötsə də xahiş edirəm, yadınıza salın. Həmin gün bir neçə dəqiqəliyinə də olsa işdən ayrılmısınızmı? Məsələn, tutaq ki, mobil telefonla danışmaq üçün hola çıxmısınız və yaxud ofisdən kənar hansısa bir yerə getmisiniz? Badam onun suallarını qəti olaraq təqzib etdi. Xeyr, belə bir şey olmayıb. Digər işçilərdən fərqli olaraq mənim hansısa bir neçə dəqiqəlik çıxmağım şirkətimizin işlərini ləngidə bilər. Hansısa işim olsa əvvəlcədən icazə alıram. Əgər siz günorta saat 1 və ya 2 arası olan vaxtı nəzərdə tutursunuzsa, bəli, bütün işçilər kimi mən də nahar fasiləsinə ofisdən kənara çıxmışam. Nağızadə bu dəfə daha konkret sual ünvanlamağı qərarı aldı. Daha dəqiq xatırlasınız, deyə bilərsinizmi? Ötən həftənin bazar ertəsi saat 11 və 12 arasında masada yazı yazmısınız, yoxsa hansısa bir sənəd arxasınca getmisiniz? Yerimdə əyləşmişdim. Necə məyər? Yox, nəysə uyğun gəlmirdi. Belə suallarla o çətin ki, nəyəsə nail ola bilərdi. Yenə heç nə düşünmədən sualının formasını dəyişib, birbaşa mətləbə keçdi. Xahiş edirəm, yadınıza salasınız. Ötən həftənin bazar ertəsi saat 11:45-də ofisdə işıqlar sönür. Axı işıq sönərkən kompüterdə heç bir şey edə bilməzsiniz. İşıqlar da hər dəfə sönmür. Bəlkə bundan bir şey xatırlaya bilərsiniz. Hə, yadıma düşdü. Qız jurnalist də üzbəüz əyləşsə də başqa səmtə baxaraq danışırdı. Bildiyimiz kimi burada bizim ofisin yeni ünvanıdır. Bu ərazi yenicə başa çatmış tikinti kompleksi sahəsindədir. Ancaq elektrik işləri hələ də davam edir. Ona görə də işıqların arabir sönməsi təbiidir. Ötən həftə ərzində də işıqlarımız 2 dəfə sönmüşdü. Bazar ertəsi və cümə axşamı günü. Bazar ertəsi ofisdə ən vacib gün hesab olunur. Çünki hər kəs hesabat təqdim etdiyində işıqların sönməsi işimizə çox mane olur. Odur ki, mən işıqların söndüyünü görəndə dərhal Rəmziyə zəng etdim. Baxmayaraq ki, ondan xoşum gəlmir. Ancaq şirkətin maraqlarına, şəxsi münasibətlərimizə qurban verə bilmərik. Çünki elektrik və ofislə əlaqədar olan kənar şəxslərin nömrələrinin siyahısı ondadır. Ondan cavab gəlməyəndə elə zənn etdim ki, həmişəki kimi bayıra çıxıb siqaret çəkmək üçün. Bu dəfə özüm aşağı onun yanına düşdüm. Mən aşağı düşüb giriş qapısından bayıra çıxdım. Ona işıqların söndüyünü deyəndə o hələ də mənə acgöz tamaşa edirdi. İşıq məsələsini təkrar edəndə bu dəfə işıqlar yenidən yandı və mənə Rəmzinin yanında qalmağa ehtiyac qalmadı. İşıqların sönüb yanması arasında interval təxminən yarım dəqiqəlik olar. Bundan sonra mən dərhal öz işimə qayıtmışdım. Bu, Alxaz Nağızadənin gözlədiyi xəbər idi. Bu gün ərzində elə gözlədiyi, almaq istədiyi cavab bu idi. Lakin daha da dəqiq, ətraflı öyrənmək istədi. Badam xanım, xahiş edirəm, hər şeyi təfsilatı ilə danışın. Əvvəlcə zəng etmisiniz mühafizəçi masasındakı telefona, ancaq kimsə götürməyib. Onda siz mühafizəçinin arxasınca elektrikə zəng vurması üçün getmisiniz. Belə olanda Rəmzinin yanına düşüb qayıtmaq üçün nə qədər vaxt itirmisiniz? Sadəcə əyləşdiyiniz masadan qalxıb getmisiniz və daha sonra geri qayıtmısınız? Çox xahiş edirəm, xatırlayın və çalışın ki, yadınıza sala biləsiniz. Bu mənim üçün çox vacibdir. Ötən bazar ertəsi məhz işıqların söndüyü vaxt əhəmiyyətsiz bildiyiniz şeyləri belə danışın. Mən deyirəm də, sizdən əsl müstəntiq çıxardı. Nahaq jurnalistika ilə məşğulsunuz. Axı belə suallar sizin nəyinizə lazımdır? Həmçinin elə suallar verirsiniz ki, adam unutduğu şeyləri belə xatırlayır. Badam bunu deyib ucadan güldü. Alxaz Nağızadə düz onun gözlərinin içinə baxırdı.
Artıq özünü jurnalist kimi təqdim etmədiyini bir mənası yox idi. Bəlkə də məndən müstəntiq çıxardı. Jurnalistik seçimə gəlincə isə narahat olmayın. Mən nə jurnalistəm, nə də müstəntiq, deyə o səmimi etiraf etdi. Badam gözlərini jurnalistə zilləmişdi. Onun nəyə eyham vurduğunu başa düşə bilmədi. Xəfiyyə davam etdi. İnanın ki, növbəti həftənin bazar ertəsi günü bütün sualların cavabı aydın olacaq. Hamısı barədə xəbəriniz olacaq. İndi isə tələsmədən hər şeyi bir-bir yadınıza salmağa çalışın. Badam gözlərini məchul nöqtəyə zilləyib danışmağa başladı. Deməli, həmin vaxt işıqlar söndü. Telefonla zəng etdikdən sonra yerimdən qalxdım və Rəmzinin əyləşdiyi kabinetə tərəf getdim. Sonra qayıdıb qapını açmaq istəyəndə qapı açılmadı. Çünki bir-iki dəfə ofisin birinci holu ilə foye arasındakı qapıda problemlər olub. Bərkdən çırpılanda çətin açılırdı. Xatırlamıram, ola bilsin ki, mən çıxarkən qapını bərk çırpmışdım. Sonra ikinci yarım hissəyə qayıtdım ki, oradan öz masama keçim. Mən orada qrup rəhbəri İyami Yoxsənlərə rastlaşdım. O da elə həmin vaxt mənim yanıma gələcəyini dedi. İclas salonunda qoyduğu sənədləri gətirib mənə verdi. Bir neçə şeyi izah edərək orada bəzi əməliyyatları aparmağımı xahiş etdi. Mən yenə də öz masama qayıtdım. Masada əyləşəndə gördüm ki, əslində qapı açıq imiş. Sadəcə görünür mən tələsdiyimdən qapının bağlı olduğunu zənn etmişdim. Siz qrup rəhbərinin yanında çoxmu vaxt itirmişdiniz? Badam azacıq düşünüb dedi. Hardası təxminən 1-2 dəqiqəyə yaxın. Aydındır, Badam xanım, və nəhayət sonuncu sual. O sağa sola baxaraq kimsənin eşitmək istəmədiyi sonuncu sualını verdi. Willi Latheyne'nin dediyinə görə ötən həftənin bazar ertəsi günü texniki problemlərlə əlaqədar ona 4 nəfər proqramçı müraciət etmişdir. Həmin proqramçılar texniki avadanlıq yerləşdirilmiş çantalarını adətən sizin qeydiyyat masanızın yaxınlığında qoyurlar. Bu həmişə belə olur. Burada nə var ki, onların problemləri barədə olan məlumatları mən də özlüyümdə qeydiyyatımı aparıram və ayrıca Hafiz müəllimə təqdim edirəm. Elə mən də onu deyirəm də, Alxas Nağızlızadə sevincək dilləndi. Xahiş edirəm, xatırlayın. Badam verilmiş suala müvafiq olaraq 2 ad çəkdi. Nağızadə o dəqiqə onların adlarını qeyd etdi. Xəfiyyə həmsöhbətinin dedikləri əsasında 3 səhifə yazı yazıb, özü üçün kifayət hesab etdi. Artıq oğurluqda şübhəli bildiyi bir neçə nəfərin barəsində araşdırma aparmaq lazım gələcəkdi. Daha sonrası sözü yox idi. Sadəcə vaxt itirmək istəmirdi. Badama təşəkkür etmək üçün ayağa qalxdı. Ayrılığın çatdığını hiss edən Badam azacıq kövrəldi və jurnalistə əl uzatdı. Alxas Nağızadə onu uzadılmış əli öpdü. Çox sağ olun, Badam xanım. Siz mənə çox kömək etdiniz. İcazə verin mənə ayırdığınız vaxta, göstərdiyiniz diqqətə görə sizə öz minnətdarlığımı bildirim. Mən də sizə təşəkkür edirəm. Sizin kimi centilmenə vaxt və diqqət ayırmaq mənə xoş idi. Deyə o da qarşılıqlı olaraq təşəkkür etdi. Badam xanım, bir xahişim var. Sizinlə danışdıqlarım barədə xahiş edirəm, kimsə bilməsin. Bu həm mənim maraqlarıma uyğun deyil, həm də sizə təhlükəli baxımdan lazım deyil. O, təhlükəsizliklə əlaqədar bir şey başa düşməsə də, gənc jurnalistin sözləri ilə razılaşdı. Onlar yenidən bir-birinə təşəkkür etdilər. Badam öz masasına qayıtdı. Nağızadə isə mətbəxdə qaldı. Tərxanla görüşmək üçün mobil telefonla zəng edib onu mətbəxə gəlməsini xahiş etdi. Başını oturduğu stolun arxasına söykəyib öz-özünə düşünürdü. Bircə bu təhqiqat itkisiz başa çataydı. Ancaq o hələ bilmirdi ki, əsl təhqiqat indən belə başlayır. 11-ci fəsil. Badamın bayaqçı süzdüyü çay soyuyub bumbuz olmuşdu. Ayağa qalxıb çay təzələdi. Qurtum-qurtum içərək qarşısındakı qeydlər apardığı vərəqlərə baxdı. Şübhəli şəxslərin sayı azalsa da, hələ ki konkret adam adı çəkmək çətin idi. Ofisdə daha heç kimi sorğu-sual etməyəcəkdi. Özü üçün etdiyi qeydlər, video müşahidələr, kamerasındakı görüntülər və Badamla etdiyi söhbətə əsasən
Oğurluğun saat 11:45-də baş verdiyi məlum idi. O da məlum məsələ idi ki, işıqların sönməsi heç də təsadüfən baş verməmişdi. Oğru əminliklə tələsmədən arxayın formada işığın sönməsini gözləyir və öz qeyri-adi oğurluğunu həyata keçirirdi. Bunun necə təşkil olunduğunu öyrənmək üçün elektrik işlərinə baxan adamı tapmaq lazım idi. Onunla ediləcək bir neçə sual-cavabdan sonra çox şeyə aydınlıq gətirə bilərdi. Tərxan heç 5 dəqiqə çəkmədi ki, mətbəxə gəldi. Elektrik işlərinə məsul şəxslə görüşməzdən əvvəl onunla bəzi məsələləri dəqiqləşdirməli idi. Bu adamın dediklərinə əsasən ötən həftənin bazar ertəsi günü mühafizə növbəsində rəmz olmuşdu. Bu həftənin də bazar ertəsi onun işinin icrasında olduğunu xəfiyyə öz gözləri ilə görmüşdü. Bunun təsadüfi və ya cədvələ uyğun olduğunu müəyyənləşdirmək onun üçün olduqca vacib idi. Elə Tərxanla da birinci növbədə məhz bunu dəqiqləşdirmək istəyirdi. Alxaz Nağızadə Tərxana ilk sualla müraciət etdi. Tərxan, sizdə mühafizələrin iş sistemi necədir? Bizdə 4 mühafizəçi var. Onlardan ikisi gecə, ikisi günorta növbəsində mühafizəçilik edirlər. Rəmzi ilə İlkin günorta, Yasin ilə Teymur isə gecə növbəsində işləyir. Hər mühafizəçi 2 gün evdə, 2 gün işdə olur. Necə ola bilər ki, Rəmzi həm ötən, həm də indiki həftənin bazar ertəsi günü işdə olsun? Bu təsadüfdür, yoxsa yer dəyişikliyi? Deyə o dəqiqləşdirmək istədi. Xeyr, Rəmzi öz növbəsini qətiyyən pozmamışdır. Tərxan qrafik üzrə iş sistemini izah etdi. O, ötən həftənin bazar ertəsi və çərşənbə axşamı növbədə olduğundan, həmin həftənin bazar günü və yeni həftənin bazar ertəsi də onun iş gününə düşüb. Bu sualın cavabı aydın idi. Onu indi tikinti kompleksinin elektrik işləri üzrə məsul şəxslə görüş maraqlandırırdı. Ona görə Tərxandan soruşdu. Biz bunların əsas elektrik işlərinə baxan adamla necə görüşə bilərik? Onun olduğu yer buradan çox uzaqdadır. Bizim ofisin yerləşdiyi bina ilə üzbəüz bina hal-hazırda son elektrik tamamlama işləri aparır. Güman ki, biz mübarizi orada tapa bilərik. Onunla görüşməliyik. Bilmirsiniz, Mübariz bəyə necə xəbər edə bilərik? Bu dəqiqə İlkindən onun nömrəsini alaram. Bunu deyib Tərxan mətbəxi tərk etdi. Onun gedib qayıtması 2 dəqiqə çəkmədi. Tərxan Mübarizdə zəng edib onunla görüşmək istədiklərini bildirdi. Bu xəfiyyənin xoşuna gəlmədi. Tərxan, gərək siz ona özünüzün görüşmək istədiyinizi deyərdiniz. Nağızadə ona irad tutdu. Elə bu vaxt mətbəxə şirkət sahibi daxil oldu. Tərxan həyətə düşüb Mübarizlə görüşmək üçün xəfiyyəni gözlədi. Xosrovoğlu təxminən 20 dəqiqə ərzində Nağızadəni sorğu-suala çəkdi. Ondan fərli başlı bir cavab almadığını görüncə, ümidini üzmüş adamlar kimi öz kabinetinə çəkilib getdi. Xəfiyyə dərhal Tərxanın yanına düşdü. Birlikdə sarı rəngli binanın qarşısına gəldilər. Orada xeyli usta və fəhlə işləyirdi. Qızğın iş gedirdi. Demək olar ki, ətrafda baş verənlərə əhəmiyyət vermədən öz işlərinə köklənmişdilər. Onlar müxtəlif işlərlə məşğul idilər. Görünür, plana əsasən gördükləri işi vaxtında təhvil verməli idilər. Tərxan ötən həftəyə nəzərən bu həftə işçilərin sayının çoxaldığını qənaətinə gəldi. O adamların birinə yaxınlaşıb Mübarizin yerini soruşdu. Həmin adam işə yenicə cəlb olunduğunda Mübarizi tanınmadığını bildirdi. Xəfiyyənin təklifi ilə Tərxan həmin binanın solunda dayanmış, üzərində paytaxtın müvafiq rayonunun elektrik idarəsinə məxsus emblem yapışdırılmış orta ölçülü yük avtomobilinə tərəf getdi. Ətrafda fəhlələr siqaret çəkmək fasiləsinə yığışmışdılar. Tərxan onlardan birinə yaxınlaşıb Mübarizi soruşdu. Salam, bağışlayın, Mübariz müəllimi necə görə bilərik? Həmin oğlan siqaretin tüstüsünü acgözlüklə ciyərlərinə çəkib burnundan çıxartdı. Siz Mübariz dayını soruşursunuz? O bayaq burada idi. Vacib işi olduğundan bizə 10 dəqiqəlik siqaret çəkmək fasiləsinə icazə verdi. Təxminən 2 dəqiqədir ki, gedib. 5-10 dəqiqə gözləyin, harda olsa gələr. Alxaz Nağızadə tez tələsik xəbər aldı. Nə iş olduğunu demədi?
Yo, deyəsən kiminləsə görüşəcəkdi. Səhv etmirəmsə, zəng edən dostu idi. Yenə dəqiqləşdirməyə çalışdı. Bəs onun kiminlə görüşdüyünü görmədiniz? Bax, o bloku görürsünüz? O əli ilə inşası yenicə başa çatdırılan bir sıra boyunca tikilmiş 4-cü binanın 3-cü blokunu göstərdi. Orada bir nəfərlə görüşürdülər. Nağızadə sanki dəli oldu. Vaxt itirmək istəmədi. Onun bu sözündən sonra həmin səmtə tərəf götürüldü. Qaçaraq bloka daxil oldu. Kimsənin yaşamadığı blokun pilləkənlərini 2-2, 3-3 qalxmağa başladı. Tərxan əvvəlcə nə baş verdiyini anlamayaraq çaşbaş qaldı. Sonra nə fikirləşdisə, o da xəfiyyənin arxasınca qaçdı. Həmin oğlan ikinci siqaretini birincisinin közünə yandırıb maraqla onların arxasınca baxırdı. 16 mərtəbədən ibarət binanın əsas tikinti işləri başa çatsa da, tam təmirli sayıla bilməzdi. Buna görə də hələ istifadəyə verilməmişdi. Alxaz Nağızadə heç kimin yaşamadığı təmirsiz blokda pilləkənlərlə qaçdıqca öz ayaq taqqıltılarından başqa bir səs eşitmirdi ki, bu da onu bərk narahat edirdi. Bir neçə saniyədən sonra aşağıdan 1-ci mərtəbədən Tərxanın addım səsləri eşidildi. Çalışın ki, birbaşa yuxarıya qalxmayasınız. Ən əsası 16-cı mərtəbədən yarı tikilili mənzillərə mən, 1-ci mərtəbədən isə siz baxın. Baxa-baxa yuxarı qalxın. Mən də eyni formada aşağı düşəcəyəm. Əgər nəsə görsəniz tez mənə xəbər verin. Yuxarıdan aşağı çığıraraq Tərxanı başa saldı. Xəfiyyə dərhal 16-cı mərtəbəyə qalxıb özünü boş mənzillərdən birinə saldı. Ayaqlarında küt bir ağrı hiss edirdi. 16 mərtəbəni qaçaraq bir nəfəsə çıxmışdı. Bu günün onun üçün xoş keçməyəcəyini hiss edirdi. O pəncərələri yenicə qoyulmuş, qapıları isə olmayan boş mənzilə nəzər saldı. Sonra digər mənzilə daxil oldu. Daha sonra 15-ci mərtəbədəki mənzilləri yoxladı. Elektrik işindən elə də yaxşı başı çıxmasa da, burada aparılmış işlərə təəccüblə baxırdı. Divarların suvaq işləri yenicə başa çatmışdı. Əgər mübariz elektrik işlərinin tamamilə başa çatdığını bildirsə, onda heç cür bura həmin işlərlə əlaqədar gəlməzdi. Deməli, onların görüşməkdə tamam başqa məqsədləri olmuşdur, deyə o sözünü düşünürdü. Yuxarıdan aşağı sıralamadan 6 mərtəbədə yerləşən mənzillərin hamısını bir-bir nəzər saldı. Ona lazım olan gözə dəymirdi. 10-cu mərtəbəyə düşüb solda yerləşən mənzilə daxil oldu. Qarşılaşdığı ilk mənzərə xoşagələn deyildi. Ehtimalından yanılmamışdı. Otaqların birində tozlu döşəmədə kimsə uzanmışdı. Özlüyündə arzu edirdi ki, bircə yerdə uzanan adam mübariz olmasın. Belə olan halda çox suallar qaranlıq qalacaqdı. Ona yaxınlaşmadan da öldüyünə əmin idi. Onun üst geyiminin üzərində binanın önündə dayanan avtomobil kimi emblem həkk olunmuşdu. Emblem onun mübariz olduğunu ehtimalını daha da təsdiqləyirdi. Meyidin sağ əlində orta ölçülü yiv açan alət var idi. Nağızadə meyidi kürəyi üstə çevirdi. Üz gözündə və qolundakı ləkələrə əsasən cəryan vurmasından öldüyünü təxmin etmək çətin deyildi. Uzandığı yerdən bir neçə qarış məsafədə elektrik paylayıcı var idi. Onun hər iki deşiyi qaralmışdı. O hadisəni özü üçün təsəvvür etməyə çıxmışdı. Elə çıxırdı ki, mübariz əlindəki yiv açan alətlə elektrik paylayıcısını qurdalayıb və ani ehtiyatsızlığın qurbanı olub. Kimsə köməyə gəlmədiyindən elə yerindəcə keçinib. Cəld pilləkən dəhlizinə çıxıb, çox da uca olmayan səslə Tərxanı səslədi. Tərxan həmin vaxt 8-ci mərtəbədəki mənzilləri gəzirdi. Nağızadənin səsini o da pilləkən dəhlizlərinə çıxdı. Xəfiyyə Tərxandan onun yanına qalxmasını xahiş edib yenidən mənzilə qayıtdı. Tərxan mənzilə gəlib mübarizin meyidini görəndə bir təhər oldu. Yarı sual, yarı təsdiq səslə pıçıldadı. O ölüb? Nağızadə qətiyyətlə dilləndi. Xeyr, öldürülüb. Tərxan mübarizin yerdə uzanıb qalmış meyidinə biraz da yaxınlaşdı. Dizinin birini yerə qoyub, üzünə daha yaxından nəzər saldı. Bunu kim edə bilərdi, Alxaz bəy?
Onunla görüşəcəyimizdən xəbərdar olan adam, xəfiyyə əminliklə dedi. Tərxan onun dediyi sözü başa düşmədi. Qəflətən gözləri böyüdü və çığırmağa başladı. Xeyr, o etməz. İlkin heç vaxt belə bir iş tuta bilməz. Alxaz Nağızadənin hər şeyi ətraflı danışmaq niyyəti də yox idi. Hər an bura kimsə gələ bilərdi. Söz yox ki, onların bu qətlə görə ittiham etməkdə elə asan olmayacaqdı. Bunun üçün ilk növbədə qətl hadisəsinin olub-olmadığını araşdırmaq lazım idi. Daha sonra isə bu barədə tutarlı sübutlar tapılmalı idi. İstənilən halda o, şahid qismində ifadə vermək fikrində deyildi. Həyatında ilk dəfə meyit gördüyündənmi, gözləmədiyi mənzərə ilə rastlaşdığındanmı, ya nədənsə Tərxanın bütün bədəni əsirdi. Alxaz Nağızadə onu möhkəm silkələdi. Qəfildən dönüb, gözləri hədəqəsindən çıxan Tərxana möhkəm sillə vurdu. Terapiya özünü dərhal göstərdi. Qulaq as, Tərxan. O Tərxanın anlaqlı vəziyyətə gəldiyini görüb davam etdi. Mənimlə burada cəmi 2-3 dəqiqəliyinə qalacaqsınız. Sonra ikimiz də aşağı düşəcəyik. Siz aşağıda işləyənlərdən birinə mübarizi cəryan vurduğunu deyəcəksiniz. Onlar da polis çağıracaqlar. Eşidirsiniz məni? Polisə birinci olaraq siz xəbər verməyin. Onsuz da məlum olacaqdır ki, mübarizin meyidini ilk aşkar edən siz olmusunuz və buna görə də ifadə verəcəksiniz. Mənimlə buraya qalxdığınızı qətiyyən deməyin. Soruşan olsa ofisin işıqlarının sönməsi ilə əlaqədar mübarizə zəng etdiyinizi, zənglərə cavab verməyəndə onunla görüşmək istədiyinizi deyin. Buna görə onunla görüşməyə qərarı almısınız. Onun yerini isə aşağıdakı fəhlələrdən biri deyib. Həmin fəhlənin də üzünü dəqiq xatırlamırsınız. Başa düşdünüz məni? Xəfiyyə Tərxana sözləri az qala çığıra-çığıra deyirdi. Başa düşdüm. Tərxan açıq-aşkar qorxduğunu hiss edirdi. Nağızadə onun işinə mane olmamaqdan ötürü Tərxandan başqa otağa keçməyi tələb etdi. Onsuz da bunun təsadüfi, bədbəxt bir hadisə yox, planlaşdırılmış qətl olduğuna dair daha çox əminlik var idi. Əminliyini yoxlamaq üçün otaqların hamısına baxış keçirmək lazım gələcəkdi ki, buna görə də vaxt həddindən artıq məhdud idi. Binaların elektrik işlərinin hamısına mübarizin rəhbərlik etdiyinə görə onu hər saniyə axtara bilərdilər. İşçilərin yanına 10 dəqiqəyə qayıtmalı olduğunu deməsinə baxmayaraq təxminən yarım saat idi ki, gəlməmişdilər. Buna görə onu mütləq axtaracaqdılar. Nağızadə boş otaqlardakı detalları sürətlə nəzərdən keçirdi. Cəmi 5 dəqiqə ərzində hər otağa baş çəkməyə müvəffəq oldu. İlk baxışdan hər şey qaydasında idi, amma uzun illər elektrik işləri ilə məşğul olan peşəkar bir mütəxəssisin adi ehtiyatsızlıqdan faciəvi qaydada ölməyi ağlabatan deyildi. Elektrik paylayıcısının yanında yerdə sanki süpürülmüş izlər var idi. Güman ki, onun qatilləri 2 nəfər idilər. Mübarizi cəryana verdikdən sonra paylayıcısının hər iki deşiyini qaraltmış və onun əlinə yiv qoymuşdular. Bununla da onun faciəvi ehtiyatsızlıqdan ölmə səhnəsini yaratmışdılar. Ola bilsin, biraz zəhmət çəkib əlbəyaxad olmuşdular. İşlərini bitirdikdən sonra yeri tərtəmiz süpürmüşdülər. Daha doğrusu yerdəki toz torpağı bir-biri ilə qarışdırmışdılar. Nağızadənin üstü biraz toza batmışdı. Yaxınlaşıb mətbəxin pəncərəsindən binanın həyətinə baxdı. Bayaq aşağıda toplu halında dayanan işçilər indi gözə dəymirdi. Onların başları öz işlərində idilər. Deməli, aşağı düşməyin əsl məqamı idi. Tərxana pilləkənlər olan dəhlizdə dayanmağı tapşırdı. Kənarda 1 metrdən də az olan taxta parçası var idi. Adətən üzərində cib yaylığı gəzdirmirdi. Cibindən çıxartdığı bir vərəqlə həmin taxta parçasını ehtiyatla yerdən götürdü. Ehtiyatla özünün və Tərxanın yarım tikili mənzildəki ayaq izlərini pozmağa başladı. İşini bitirdikdən sonra taxta parçasını liftin şaxtasına atdı. Pilləkənlərlə sas salmadan ehtiyatla aşağı düşməyə başladılar. İkinci mərtəbədə Nağızadə sakitcə yenidən xatırlatdı.
Qulaq asın, siz blokdan məndən biraz tez çıxacaqsınız. Çalışın, yanlış bir hərəkət etməyin. Mən binanın arxasına, siz isə ofis tərəfə gedərsiniz. Təkrar edirəm, məni görməmisiniz, aydındır? Aydındır, deyə Tərxan həyəcanlı səslə cavab verdi. Alxaz Nağızadə son olaraq ona nələr etməli olduğunu bir daha başa saldı. Blokdan bir dəqiqəyə yaxın dayanıb Tərxanın ondan uzaqlaşmağını istədi. Kiminsə onları bərabər görməyi qətiyyən olmazdı. Tərxan yox olanda sakitcə blokdan çıxdı. Əvvəl asta, sonra isə yeyin addımlarla parka tərəf istiqamət aldı. Biraz gəzişdi, amma sakitçilik idi. Təqib filan gözə dəymirdi. Hər şeyə əmin olandan sonra taksi saxlatdırıb Bakıxanov küçəsinə doğru sürdürdü.